Salam uşaqlar, xoş gördük hamınızı kanalımızda. Bugün sizlerle birlikte Happy Campers kitabından, yani İngiliz dili derslik kitabından sizlerle birlikte sayfa 14 ve 15'e bakacağıq. The Family Picture, onun ailəsi, mənim ailəmlə birlikte piknik. Anna. Hi Daisy, today is my family picnic. Salam Daisy. Ana deyir ki, salam Daisy. Bugün mən ailəmlə birlikte piknik edirəm. Mom, hello girls. Ana deyir, salam qızlar. The food is ready. Yemək yemeye hazırsınız. Anna. This is my mom. Bu mənim anamdır. Her name is Anne. Onun adı Anne'dır. And this is my sister Annabelle. Və onun bacısının adı Annabelle'dır. Daisy. Wow, they look just like you. Daisy deyir. Wow, onların adları necə də bir-birlərinə bənzər. Anna. That's my aunt Annie and my grandma Anita. She's like dancing. Anna deyir ki, mənim bibim Anne və nənəm Anita. Daisy, how old is she? Onun neçə yaşı var? She is 88. Onun 88 yaşı var. Üçüncü. Dad. Ata dedi. Lunch is ready. Yemək hazırdır. Daisy. What's that? Daisy. What's that? Onlar kimlərdir? Onlar kimdilər? Anna dedi. He is my dad. Bu mənim atamdır. His name is James. Onun adı James'dir. That's my uncle Jimmy and my grandpa Jim. Benim kuzenim Jim ve babam Jimmy. Daisy. Who are they? Daisy deyir. Bunlar kimlərdir? Anna deyir. Anna cevap verir. They are my two cousins. Bunlar benim 3 kuzenlerimdir. They are Pat, Rick and Patrick. Onlar Pat ve Patrick ve Patrick'diler. Onların adı Pat, Rick ve Patrick'dir. They are 30, 40 and 50 years old. Onların 13, 14 ve 15 yaşları var. Come on, gel, let's eat. Gel yemeğe. Daisy deyir. Wait, your names, wait. Sizin adınız nedir? You are Anna and this is Annabelle. I am Annabelle, Annie and Anita. They are Jim and Jimmy and Jim, and your cousin are Patrick and Patrick. Onların adları necə bir-birlərinə bənzər? Baxın. Wait bənzəmək deməkdir. Onların adları necə də bir-birlərinə bənzər? Anne ve Annabelle. Anita ve Anita. Annie ve Anita. Anna ve Anita. Jim and Jim. Jimmy, Jam ve Jam. And your cousin ve mənim kuzenlerim Pat, Rick and Patrick. That's right. İndi sizler birlikte bu oxuduğum mətnin linkini qoyuram, dinləyin. Track 9. The Family Picnic. Hi, Daisy. Today is my family picnic. Hello, girls.
The food is ready. This is my mom. Her name is Anne. And this is my sister, Annabelle. Wow, they look just like you. That's my Aunt Annie and my grandma Anita. She likes dancing. How old is she? She's 88. Lunch is ready. Who's that? He's my dad. His name is James. That's my Uncle Jimmy and my Grandpa Jim. Who are they? They're my 3 cousins. They're Pat, Rick, and Patrick. They're 13, 14, and 15 years old. Come on, let's eat. Wait, your names. You're Anna, and there is Anne, Annabelle, Annie, and Anita. Then there's James, Jimmy, and Jim. And your cousins are Pat, Rick, and Patrick. That's right. Gördüğünüz gibi metni de dinledik ve bizden tapşırıq 2'de sorulur ki onların adlarını qeyd edin. Birinci şəkil Annabelle, yəni bu qızdan söhbət gedir. Bu qızdan. Bir dəqiqə pozum. Der ki adlarını qeyd edin. Birinci şəkil Annabelle, bayaq göstərdiyim kimi də bir daha göstərim sizlərə. Bu qızdan söhbət gedir. İkinci də bizdən bu qızın şəklini soruşur. İndi biz baxaq görək o qız kimdir? Biz bunu pozaq və baxaq. Buradakı gördüyünüz qadın, bax gördüyünüz bunun sizlərə də deyim əksəriyyətidir. Yəni forma dəyişikliyidir. Budur. Yəni bu qadındır. İndi bunun da adı uşaqların anasıdır. Bu qadın onların anasıdır və burada qeyd edilir ki burada düz xət getdi, bir dəqiqə bunu pozum. Burada onun anasının adı, yəni bu qadının adı gözləyim, my name's Anne. Anasının adı Andır. Anna deyir ki mənim anamın adı Andır. Bir dəqiqə sizə dəqiq göstərim. Bir dəqiqə. Baxın buradakı yazır ki An. Annanın altında yəqin ki görürsünüz An. Deməli o sözümüz də bizim Andır. Bura nöqtələrin yerinə biz An yazaq. Bir dəqiqə qələmimizin ucluğunu seçək. An. Çox yekə yazdı. Və bu şəkildəki qadın kimdir? Soruşur. Bizə buradakı həmin qadındır. Gördüyünüz bu qadının şəkli bizə göstərilib. İndi biz bu qadının adını qıraqdakı yerdə göstərir. Bir dəqiqə silim bunu. Da silim. Baxaq indi göstərir bizə. Dedir ki Anna Daisy. Oldu şey. Bunun adı my aunt is Anne. Yəni mənim xalam və yaxud bibimin adı Annedir. Burada Annedir qızın adı və biz bu Anneni buradakı bir dəqiqə qələmdə qalıb Anne. Burada da biz bu qadının yazacaq ki Anne yazaq. Anne.
Neydi bu anıydı. Bu annem. Baxaq. Buna bu yaşlı. Burada deyir ki sizlərə də göstərim. Bura lazım deyil. Yəni and my grandma və mənim nənəm Anita. Deməli buradan da bildik ki nənəsinin adı Anita'dır. İndi biz Anita gedək bura. Anita. İndi sıxışmadı, siz sığdırıb yazarsınız. Və pozum. Yəni birinci andı, ana, ikinci annedir, üçüncü Anita'dır. Bir səhv eləmirəmsə, yəni girib bir də videoya baxa bilərsiniz. İndi biz sizlərlə birlikdə sağollaşırıq. Kanala abunə olub, like atıb, yorum yazmağı unutmayın. Sizləri çox sevirik. Kanalımıza abunə olub, like atıb, yorum yazın ki, sizlərə də bu türlü videoların davamı gəlsin və xəbərdar olasınız deyə də abunə olun. Yəni, sağ olun. Maçi kuçi.